Məsələ 3. Birinci boru hovuzu 2 saata, ikinci 4 saata, üçüncü 8 saata doldurur. Dördüncü boru hovuzu 16 saata boşaldırsa, 4 boru eyni vaxtda açıldıqda hovuz neçə saata dolar? Deməli, məsələnin şərtinə görə birinci boru hovuzu doldurur 2 saata. 2 saata doldurur. İkinci boru doldurur 4 saata. Doldurur yenə də. Üçüncü boru doldurur 8 saata. Doldurur və dördüncü boru 16 saata boşaldır. 16 saata boşaldır. Boşaldır. Onda birinci boru hovuzun 1 saata 2'də 1 hissəsini doldurar. Çünki 2 saata doldurursa 1 saata 2'də 1 hissəsini. İkinci boru 4'də 1 hissəsini doldurar. Üçüncü boru 8'də 1 hissəsini doldurar. Dördüncü boru boşaldanda arada bu cəmlə 1 saata 16'da 1 hissəsini boşaldar. Onda çıxılır 16'da 1 və eyni vaxtda açıldığından borular, onların doldurma vaxtı x saat olarsa bu bərabər olacaq 1 bölək x-ə. Beləliklə tənliyimiz bu şəkildə oldu və məxrəcdə də burada ortaq məxrəc 16 yazırıq, 8 2'yə böldük, 4'ə böldük 4, 8'ə 2 çıxaq 1 bərabərdir 1 bölək x-ə. Və buradan alırıq 8, 6, 14, 13 bölək 16 bərabər oldu 1 bölək x-ə. Bu tənasübdən alırıq ki, 13x bərabərdir 16'ya. Buradan da aldıq ki, x bərabərdir 13'də 16 saata. Bu deyilir 1 tam 13'də 3 saat. Yəni x bərabər oldu 1 tam 13'də 3. Beləliklə birinci boru 2 saata, ikinci boru 4 saata, üçüncü boru 8 saata hovuzu doldurduqda, dördüncü boru 16 saata boşaldırsa, onlar eyni vaxtda açıldıqda hovuzu 1 tam 13'də 3 saata doldurarlar. Cavab 1 tam 13'də 3 saat.